dünənki videonun arxasını paylaşıram. Səhər-səhər durdum. Tezdən Pavlova şirniyyatını hazırladım. Sonra isə keçdim Napoleonun kremini hazırlayıb ikisini də kremlədim. Həm sifarişimi, həm özüm üçün elədiyimi və əynimi dəyişib gəldim səhər süfrəsi hazırlamağa. Bizim olmazsa olmazımız səhərlər gözəl səhər yeməyi yeyirik. Allah verəndən hazırlayıram. Gözəl çay dəmləyirəm. Otururuq, deyib gülüb səhər yeməyimizi yeyirik. Ardından isə dururam süfrəni hazırlamağa. Bu dəfə salatları belə lavaşlardan qablar hazırladım, yığdım. Sonra dünəndən bastırma etdiyim hündüşkanın içinə soğan və nar hazırladım. Bu səfər belə elədim. Görək dadı necə olur. Toyuğu ləvəng elədim, balığı ləvəng elədim. Yığdım sobaya, yoruldum, biraz kofe içdik. Napoleonumuzu kəsdik və ardınca keçdim salatların mayonez deyib smetanlamağa və yığmağa. Sonra düyünü də süzdüm. Bu səfər belə elədim. Həm şahbulu olsun, həm düyü olsun və bütün salatları bəzədim, süfrəni düzəltdim və oturduq gözəl bayram süfrəsinə. Hər kəsin bayramını təbrik edirəm. Hər zaman süfrəniz açıq olsun, bol, bərəkətli olsun. Və bizim adət-ənənəmizə görə balığın ağzında mütləq brilyant üzüyü olmalıdır. Onu da taxdım, nuş oldu.